Ölkəmizdə qaz, su, işıq kimi kommunal ödənişləri rahatlıqla ödəmək mümkün olan məkanlar var və bu sahədə Pakistan da artıq təcrübəmizdən yararlanır. Pakistanın İslamabad şəhərində Asan Xidmət Mərkəzinin açılışı olub. Açılış mərasiminə Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb. Qeyd edək ki, Pakistan Asan Xidmət Mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır. Mərkəzdə asan xidmət standartları, asan könüllülük proqramı və asanın innovativ həlləri tətbiq edilir. Açılış zamanı Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edərək bu modelin Pakistanda geniş şəkildə tətbiq olunacağını vurğulayıb. Ötən müddət ərzində Cənab Prezident İlham Əliyevin tapşırığı ilə asan təcrübəsinin Pakistanda, İslamabad şəhərində tətbiqi ilə bağlı Pakistan tərəfi ilə sıx əməkdaşlığa başlanıldı və artıq bu gün Pakistan Asan Xidmət Mərkəzinin açılış mərasimi oldu. Açılış mərasimində Pakistanın baş naziri şəxsən iştirak etdi və Azərbaycanın dövlət başçısına, Azərbaycan dövlətinə öz xüsusi təşəkkürünü bildirdi.